Uşaqlar, hər birinizi xoş gördük. Uşaqlar, bildiyiniz kimi biz bugün görkəmli Azərbaycan şairlərindən olan Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyini qeyd etmək üçün burada toplaşmışıq. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 24 fevral 2025-ci il tarixli sərəncamına əsasən ölkəmizdə bu il, yəni Bəxtiyar Vahabzadənin 100 illiyi geniş şəkildə qeyd olunur. Bəxtiyar Vahabzadə təkcə şair deyildi. O həm də azadlıq, vətən və insanlıq uğrunda mübariz söz ustadı idi. Gəlin indi bu dahi şəxsiyyətin həyat və yaradıcılığına bir nəzər salaq. Onun unudulmaz poeziyalarından ilham alaq. Buyurun. Vahabzadə Bəxtiyar Mahmudoğlu müasir Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biridir. O, 1925-ci ildə Şəkiləndə olmuşdur. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. İlk şeiri 1943-cü ildə Ana və Şəhidli şeiri olmuşdur. Bəxtiyar Vahabzadənin yaradıcılığında millət, ana, vətən borcları üstünlük çəkdiyi şeiri. Həmsə ən sevdiyim şeiri ana öldürmüş şeiri. İndi onu sizə təqdim edəcəm. Vətən zərlərinin üstün dünyada, balamı tək qoyub hara getdirsən? Necə yoxulmuşmuş bir anda insan, elə bir dünyada heç yox imişsən. Məni qoya başa yetirdin, ana, mənsə yola saldım dünyadan səni. Sən mənə beşikdə laylar salmışsan, bugün laylar çalım sənə mən demə. Sənin şirin laylalarını, sənə qaytarım cənazəndəmi. Yuxun şirin olsun deyərdim mənə, yuxun şirin olsun deyilmi sənə. Gərək mən başına dönəm, dolanım. Məni həyat üçün yatıramam, söylə, ölüm üçün necə yatırım səndən bugün. Qızımın ahıdır, sənin öz adın. O da göz ağıdır mənə bu gündən. Sonra da sən mənə baxıb ağladın, surətin nazarı getdi gözündən. Ömrü başa vurdun 60 yaşında, 60 üstündə vurub yaşında. Əllərində ədib, hər bir tarixi hadisəni müasir dövrlə əlaqələndirə bilir. Bəxtiyar Vahabzadə hər zaman müstəqillik uğrunda gedən hərəkatın önündə olmuşdur. Xalqın ən çətin, ağır günlərində onlarla birgə olmuş, öz vətəndaş mövqeyini bildirmişdir. Şəhidlər poemasında belə bir çətin vaxtda dünyanın faciələrinin baş verdiyi zamanda ondan təsirlənərək yazmışdır. Şairin bu tarixi günü yalnız xalqın faciəsi kimi deyil, həm də cəsarət, mərdlik, əyilməzlik, qorxmazlıq günüdür. Bəxtiyar Vahabzadə sağlığında ölməzlik qazanan şairlərimizdən. Məşhur Qazaq şairi Olca Süleymanov onun haqqında demişdir. Bəxtiyar Vahabzadə kimi şairi, ziyalısı, müəllimi, nəhayət şəxsiyyəti olan birlər xoşbəxtdir. Qırğız yazıçısı Aydınov isə belə söyləmişdir. Bəxtiyar Vahabzadə öz möhtəşəm poeziya mədədini uzatmaqdadır. Oxuculuq mədədləri sezsiz ziyarət edilir. Mənim uşaqlıqdan bəri ən sevdiyim şair Bəxtiyar Vahabzadə olur və onun da bir gözəl şeiri var idi, ölmüş şeiri. İndi siz onu təqdim edin. Deyirlər çox azdır, 100 il, 50 il. İnsana bir ömür kifayət deyil. Hələ isitməmiş öz yerimizi, ölüm cənnət olub patlayır bizi. Deyirlər şirindir dadı dünyanın, kaş 2 olaydı ömrü insanın. Nola çalışsaydıq ömrün birində, sonra əylənəydik bizlik yerində. Hərə öz ömrünə bir cürə baxmış, hərə bu dünyanı bir cürə anlar. Cahanda bəs nədən zövq alacaqmış, zəhmətin özündən zövq almayanlar. 100 ömür belə azdır doğrusu, bir ömrü insana az sayanlara. Haramdır bu hava, haramdır bu su, əylənmək eşqi ilə yaşayanlara. Yaşamaq yanmaqdır yanasan gərək, həyatın mənası yalnız ondadır. Şam əgər yanmasa yaşamır demək, onun da həyatı yanmağındadır. Uşaqlar, mən Bəxtiyar Vahabzadəni uşaqlıq illərindən bəri tanıyıram. Onun şeirlərindən ilk dəfə məktəbdə tanış olanda elə bil ki, Azərbaycan dilinin gözəlliyini, bir də sözün gücünü kəşf eləmişəm. O insanı, mən düşünürəm ki, o insanı düşünməyə, hiss eləməyə, ən əsas da vətəni sevməyə çalışır. Bəxtiyar Vahabzadə həm cəsarətli, həm də səmimi bir insan olur. O həmişə ədalətin tərəfində olur və qorxmadan bunun haqqında sözünü deyir. Bu xüsusiyyətlərinə görə mən onu çox dəyərləndirirəm. Onun yaradıcılığı mənim üçün vətən sevgisinin, insanlıq və dürüstlüyün simvoludur.
Məncə Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatında elə bir iz qoyub ki, onun nə vaxt oxursan oxu, sözlərinin gücünü eyni dərəcədə hiss edirsən. O bizim milli kimliyimizi yaşadan, xalqımızın ruhunu ifadə edən böyük bir sənətkardır. Mən indi onu sizə Axı Dünya Fırlanın şeirini təqdim edəcəyəm. Vaxtın dəyirmanında daş əridi, qum oldu. Tarixə attığımız qayıtdı, lüzum oldu. Dünənin həqiqəti bugün tərs yozum oldu. Niyə də yozulmasın? Axı dünya fırlanır. Dünən düz sandığım, bugün əyri sandığım. Bəzən olur, özümdən, özüm uğurlanıram. Hər il başqa arzumun başına fırlanıram. Niyə də fırlanmayım? Axı dünya fırlanır. Çox əylən görmüşəm, əyilməyən başları. Sular duruldu, gördük dibindəki daşları. Ünvan mı dəyişdi, dünən alqışları. Niyə də dəyişməsin? Axı dünya fırlanır. Çox ovlalar içində, çox ovladı. Aşıb daşan arzumu mən artıq dilovladım. Mən atamı ötmüşəm, mən ötürə vardım. Bu belə də olmalı, axı dünya fırlanır. Mən Türkəm. Sən bizi aldadan illərdən bəri. Mən çəhri fələkdən dərs götürmüşəm. Özgə anasından südən əlləri, özgə qulluğunda duran görmüşəm. Bəsdir dözdüyümüz ölümdən betər, köhnə bazardakı o köhnə nıxra. Milləti yüz yerdə çaldın yetər, yüz axın suyunu qatma bir axra. Əslimi, nəslimi tanıyaram mən. Qarışıq deyiləm, özümdən hürkəm. Sən kimsən, sən nəsən, özün bilərsən. Mən ilk qaynağımdan Türk oğlu Türkəm. Bir millət, iki dövlət, eyni arzu, eyni niyyət, hər ikisi cümhuriyyət. Azərbaycan Türkiyə!